Yeni açılmış balıq bazarında olduq. Bazarın girişində bizim Məzələn adlı dükan qarşıladı. Adından da göründüyü kimi içəridə hər cür məzə var idi. Qızartmalıq məhsulların seçimi xüsusilə diqqətimi çəkdi. Soğan halqaları, nagetslər, mazarella çubuqları, hətta düşbərə və gürcü xəngəli belə var idi. Bundan əlavə suşi hazırlamaq üçün lazım olan bütün məhsulları burada tapmaq olar. Quru balıqlar, krevetlər, mal ətindən bastırma və müxtəlif sosislər də mövcud idi. Bir sözlə restoranda verilən bir çox məzəni burada tapmaq olar. Elə bir çox restoran da bu məhsulları buradan alır. Pendir çeşidləri də bol idi, xüsusilə bu parmezan pendiri çox dadlı idi. Bazarda həmçinin hissə verilmiş müxtəlif növ balıqların satıldığı çox maraqlı bir dükan da var idi. Açığı bazarın ən çox sevdiyim hissəsi də elə bu dükan oldu. Bu isə balıq bazarının içərisidir. Çox geniş bir ərazidir, fərqli satıcılar öz balıqlarını burada satırlar. Burada balıqdan əlavə krevetka və langustin də var idi. Bazar 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşir. Daha çox belə maraqlı məkanlardan xəbərdar olmaq üçün məni izləməyi unutmayın.